Salam, bugünkü video dərsimizdə taglər və onların atributları haqqında danışacağıq. Body taginin atributları vasitəsilə sənədimizin arxa fonunun rənginin dəyişdirilməsi, şriftinin rənginin dəyişdirilməsi, eləcə də şəklin arxa fon olaraq əlavə edilməsi qaydasını öyrənəcəyik. İlk olaraq keçən dərsdə yaratdığımız First sənədini bloknot proqramında açırıq. Kursoru body taginin daxilində qoyuruq. İlk atributumuz arxa fonu rəngləmək üçün istifadə olunan BGColor atributudur. Atribut yazıldıqdan sonra bərabərdir işarəsi qoyuruq və qoşa dırnaq açırıq. Atributun alacağı qiymət qoşa dırnaqlar arasında yazılır. Rəngləri adətən ingilis dilində yazırıq ya da rənglərin 16-lıq sistemdəki kodundan istifadə edirik. Arxa fonumuzun mavi olmasını istəyirik və bura blue yazaq. Sənədi yaddaşa göndərək. Sənədə web browserdə baxaq və sənədin arxa fonunun mavi olduğunu gördük. İndi isə bunu hər hansı bir 16-lıq kod yazaq. Bunun üçün diyez işarəsi və 16-lıq kodu yazaq. 16-lıq kod, rənglərin 16-lıq kodlarını internetdən və yaxud hər hansı bir HTML haqqında olan dərsliklərdən əldə etmək mümkündür. Sənədi yaddaşa göndərdikdən sonra web browserdə baxaq və həmin kodun verdiyi rəng ekranda görünür. Mətni rəngləmək üçün text bərabərdir. Yenə qoşa dırnaq açırıq və mətnimizi görmək istədiyimiz rəngi yazırıq. White olsun. Yaddaşa göndərdikdən sonra Ctrl+S və browserdə baxaq. Gördüyünüz kimi mətnimizin rəngi ağ rəngə çevrilmişdir. Burada hər hansı bir mətni yazmağa davam eləsək, yenə eyni qaydada yaddaşa göndərərək baxsaq, həmin mətnin ardıcıllığının da ağ rənglə davam elədiyini görmüş olarıq. Arxa fona şəkil əlavə eləmək üçün background atributundan istifadə olunur. Qeyd etmək lazımdır ki, HTML sənəd və ona daxil edəcəyimiz bütün fayllar eyni qovluqda yerləşməlidir. Mənim sənədim iş masasında yerləşir və ona daxil edəcəyim şəkil faylı tülpandır. O da iş masasında yerləşmişdir. Yenə qoşa dırnaq açırıq və daxil edəcəyimiz faylın adını yazırıq. Uzantısını da yazırıq. Yaddaşa göndərək Ctrl+S vasitəsilə və browserdə baxaq. Gördüyünüz kimi həmin şəkil mənim web səhifəmin arxa fonu olmuşdur. Bunları yerinə yetirən komandalar, atributlar adlanır.